Masallının Ərkivan qəsəbəsində, Pələnkütə məhəlləsində 3 şəhidi ziyarət eləmək bu yağışlı gündə həqiqətən ürək istəyir. Allah canınızı sağ eləsin, bu bir tərif deyil. Allah həyatdır, bir gün ölədik. Allah varlığımızı, yoxluğumuzdan əvəz edəndə belə dövlət məmurunun fərdi sahibkar insanların arasında gəzib, bir Uzqar məhəllənin şəhidini ziyarət eləmək bizim üçün iftixardır. Bayaq Abdullah, müharibədə bəyən bunlar yağışdan qaçdılar. Qardan, soğukdan qaçdılar. Biz nə edirik? İstəyirdə gəlib Allahdan zəhmət edirik. O bizə çox gəlir. Onlar canlarını veriblər bizə. Bizim bu günümüzü onlar bizə bəxş edir. Biz bir dənə bir maşınla bu boyda imkan, bu boyda Allah canı salamat etsin. Tək Allah bunu bizə bir savaba yazsın. Allah həqiqətən iftixar duyuruq ki, həqiqətən dövlət məmuru olmaqdan başqa insanlıq nümunəsini etirsiniz. Allah canınızı sağ eləsin. Bu bölgü üçün qururdu. Burada yatan mənim əmim oğludur. O indiyə qədər sizin əmi oğlunuzuydu, onun oğluydu. İndi mənim oğlumdur. Mən öz oğlanlarımın məzarını gedirəm ziyarət edirəm. Siz artıq onları vermişsiniz bizə. Bizimdir, o mənimdir. Mən o qədər onlardan ötürü hər an onlar, bütün iş günümüz şəhidlərlə başlayır, şəhidlərlə də qutarır. Hər günümüz, Allahın hər günü şəhidlərlə başlayır. Çünki onlar bizim evlatlarımız. Buna görə də Allah qəbul edir.